ateşi doğmaz artık. Bitmez bu sevgimiz gitgide çoğalır. Futbol ateşi doğmaz artık. En büyük Thomas Premier Ligası. Komandalar artıq meydandadırlar, bir-birlərinə uğurlar arzulayırlar. Bir qədər sonra püşk atılacaq və topun kimdə olunacağı, kimdə olacağı və oyuna topun kimin daxil ediləcəyi müəyyənləşəcək. Bir daha bizə Hakimlər Briqadası ilə tanış edirlər. Yekun vurulacaq bu qarşılaşmalar Sumqayıt Neftçi və Rəvan Xəzər Lənkəran oyunlarıdır ki, həmin iki oyun da CBC Sportun canlı efirində noyabrın 2-sində sizlərə təqdim olunacaq. Maç başlandı və qonaq Kəpəz komandasının futbolçuları topu meydanın mərkəzindən oyuna daxil etdilər. Heyrətləndirdi, amma futbolda əsas olan nəticədir ki, Şahin Diniyevin komandası gözəl oyuna rəğmən istədiyi nəticəni qazana bilmir. Qapıya zərbə endirilir, hesab açılır. İnanılmaz bir başlanğıc. İkinci dəqiqə qol müəllifi Aleksandr Sitnik, Qəbələ 0, Kəpəz 1. Davam etdi və Sitnikə çatan top yekunda qapıdan keçir və budur qonaq Kəpəz komandasının azarkeşlərinin qol sevinci. Və komandamızın növbəti rəqibi Almanya nəhənglərindən olan Borussia Dortmund olacaq ki, komandamıza bu çətin səfər qarşılaşmasında uğurlar arzu Eyyubov var. 11-ci dəqiqə gedir Qəbələ Kəpəz görüşündə. Eyyubovun da ötürməsi. Qapıya düşünürəm ki, bu ayaqda birbaşa zərbə idi. Dayanmır, amma bir o qədər də çoxlu sayda hücumlar olmayıb ki, həmin hücumlar qapıya zərbə ilə tamamlansın. Bəlkə indi alınar. Zərbəni yerinə yetirən Qəbələ komandasının kapitanı Aleksey Qaydi, səhv etmirəmsə. Elvin Camalov. Sol cinahla meydan sahiblərinin hücumu. Burada top hardadır, nə baş verir? Topu ondan geri ala bilmədi. Və beləcə hücum başa çatdı. Sergey Zinyov indi topladı, cərmə meydançasına daxil olur, ötürməsi edir, qapıya zərbə indirilir. Top qapının üstündən keçir. Söyləmək çox çətindir. Hücumun sayı təkrarını bir daha izləyək. Azarkeşlər, tamaşaçılar buna görəmi? Qapıya zərbə indirilir və yalnız bu səsdən ehtimal edə bilərəm ki, bəlkə də top qapı tirinə tuş gəldi. Və fikir verin, necə vaxtında biz oyuna qoşulduq. Hesab bərabərləşdi. Qəbələdə hesab bərabərləşdi. Qatı dumanın olmasına baxmayaraq oyun davam elədi. Duman seyrələşdi. Sulu qar var Qəbələdə. Və biz bu oyuna qoşular qoşulmaz Qəbələ heyəti bərabərləşdirir. Hesabı bərabərləşdirir, üzr istəyirəm. Qəbələ. Kəpəz buna nə ilə cavab verəcək? Bax, bu maraqlıdır. Uzaq məsafədən qapıya zərbə indirilir, top qapıdan aralı keçir. Hakimin işarəsi gəlir. Antonovun ötürməsi, qapı qarşısında qapıya zərbə olacaqmı? Tural Axundov topu uzaqlaşdırmağa çalışır və yalnız indi təhlükə soğuşur, amma Qəbələnin hücumu davam edir. Axundov çox gözəl oynadı bu epizodda. Və indi Kəpəzin əks hücumu ola bilər. Rəşad Eyyubov irəliləyir, sol cinahda boş mövqedə Eba görür. Eba aldancı hərəkətlər ötürməsini edir burada. Junior boş mövqeydədir, zərbəsini indirir. Gol! Gol, gol, gol. Kəpəz də bu oyunu golla tamamlayacaq. Hər üç gol CBC Sportun canlı efirində təqdim olundu. Halbuki bu oyunun böyük hissəsi məlum səbəblərə görə buna bir daha qayıtmaq istəməzdim. Komanda qələbəyə yaxındır, amma Qəbələ
ölkəmizin layiqincə Avropa Liqasının qrup mərhələsində təmsil edən komanda son şansdan yararlana bilmədi və belə olan halda Əliyar Ağayevin final fitindən sonra Kəpəzin qələbəsi rəsmiləşir.